Ayətullah Behçət işləmişsiniz ki? Behçət. 50 il hər həftə bir gün, özü cümə günü, axşamlar İmam Hüseynə Roza məclisi qururmuş. Əvvəli evində qurdu, gördü evdə cəmaat çoxaldı, daha məscidə gedərmiş. 50 il hər həftə İmam Hüseyn Roza məclisi qururmuş. Özü də xəstə ola gedərmiş də. Elə vaxtlar o xəstəyin lap çətin vəziyyətdə oğlunu göndərərmiş. Naib mənim əvəzimə deyərdi, sən də mənim əvəzimə məsələn iştirak eləyərsən. Həm öz əvəzimə, həm mənim əvəzimə iştirak elə. Niyabətən. Allahın atam da gələ bilmədi. Və ömrünün ən axır gündə də ki, can çətin günlərdə xəstələnmişdi, bir neçə gün qalmışdı. Cümə günü gəldi, yenə oturdu. 2 gün sonra Ayətullah Behçət dünyasına dəyişdi. Özü deyirdi ki, İmam Hüseynə tökülən göz yaşı gecə namazından üstündür. Da bu Arif deyirdi, mən demirəm sizə. Yəni bir var gecə namazı qılmayan insanı, gecə namazını qılır da Ayətullah Behçət. Deyirdi, ona tökülən göz yaşı gecədən üstündür, ya gecə namazından üstündür, biləsiniz. Nə var o göz yaşında mən bilmirəm, amma bunu bir Arif-i Billah deyir. Nəsədirsə o insana bir təlatüm yaradır da, vücudu dəyişir. 10 günlükdə özünüzü hiss edirsiniz, adam dəyişilir həqiqətən. Ona görə göz yaşlarınızın qədrini bilin.